göndərməmişəm. Toxunanın tənliyində biz nə edirik? Birinci bir anlayışı bilin. Nədir anlayış? Qoyun altda yazım. Birinci tərif var. Yazır ki, fx funksiyasına x bərabərdir x0 nöqtəsində Şeydi. bax, tərifdir bu. Çəkilmiş toxunanın tənliyi. Bax, tərifimiz var. Belə tapılır uşaqlar. O düz xəttdə olur. Y bərabərdir fx0 olur. Plus f törəmə x0 olur. Vurulsun x çıxılsın x0 olur. Mənaları nədir anlatacağım sizə. Və şəkillə bunu necə qavramalısınız? Deməli, bir funksiyanız var. Tutaq ki, məsələn, nə bilim, belə gedir. Tutaq ki, biraz daha yuxarıdan qaldırım. Sənə deyir ki, burada, bu nöqtədə tutaq ki, buna bir toxunan çək. Bu da belə geçsin. Bu nöqtədə buna bir toxunan çək. Toxunanın tənliyindir. O x0 nöqtəsində. Bu da fx-dir. Siz deməli bu qaydanı əzbərləyəcəksiniz. Buna aid sizə bir 30-40 dəqiqəlik dərs göndərmişəm. Bax, nə edirsiniz? İlk addımda törəməni tapırsınız. X-in yerinə həmin o törəmədə verilən nöqtəni qoyursunuz. Sonra da gətirirsiniz, yerinə yazırsınız. Mən bu misalı həll edəcəm, bir-bir izləyin. Deməli, toxunanın tənliyi bizdə belədir. Diqqətlə baxın. F x0. İndi fx0 nədir? Nöqtədə toxunan bucaq əmsal ondur. Plus f törəmə x0 vurulsun x çıxılsın x0. Uşaqlar, fikir verin. Bu düz xəttdir. Düz xəttin nəyi olurdu? Bucaq əmsalı olurdu. Bucaq əmsalı nə idi? K. K kimin yanında dururdu? Yazacaqsan mənə. X-in yanında dururdu. Elə deyil, düz xəttdə. K nə idi burada? Bucaq əmsalıdır, x-in yanında dururdu. Bax, fikir verin, burada x-in yanında duran nədir? Göylə göstərirəm. Nədir x-in yanında duran? F törəmə x0. Ona görə yadınızda saxlayın, bu toxunanın tənliyində bucaq əmsalı deyəndə törəməsini tapıb yerinə həmin nöqtəni qoyacaqsınız. Buna deyəcək bucaq əmsalı. Deməli, bucaq əmsalı nəymiş? F törəmə x0 imiş. Bildikmi? Toxunanın bucaq əmsalı dediyi nəymiş? F törəmə x0 imiş. Yəni, törəməni tapmalısan, yerinə qiyməti qoymalısan. Sənə də bu da burada deyir ki, bunun bucaq əmsalı 10 imiş. Deməli, mən bunun törəməsini tapıram. Bərabər edirəm nəyə? 10-a. Onda x burada nəyə bərabər olur? 2-yə. Bax, deməli, bunun qırağına sizin lap göstərin. Bu paraboladır da, hamınız bilirsiniz. Parabolada təqribən belə bir şeydir burada. Bu da mənfi 3'dür. Təpə nöqtələri lap yazıram, sizin şəkili qururam. Bu mənfi 3'dür. Burada da 1 var. Bax, təpə nöqtə budur. İndi bax, x bərabərdir 2-də. Bunu biraz lap geniş qoy çəkim. X bərabərdir 2-də toxunanın tənliyini istəyir. X bərabərdir 2-də. Belə bir şəkli səndən istəyir. İndi bunu toxunduraq qalsın burada. Anladınız ki, mənası nəymiş? Bu düz xəttin tənliyini istəyir. İndi nə edirik? Uşaqlar, həmin o düsturu burada yazırıq. F x0 plus f törəmə x0 vurulsun x çıxılsın x0. İndi f x0 nədir? X-in yerinə 2 qoy. Olur 4 plus 12 plus 10. Bu da nə qədər edir? Köməkliyin müəllimə. 26. Sonra f törəmə onsuz da varmış. Bucaq əmsalı var bizdə. Neçəydi? 10'dur. İndi bax, bu məlumatları gətirib burada yerinə yazıram. Onda necə olacaq? Y bərabərdir 26. Bura nə qədərdir? 26. Törəməsi 10'udur. Vurulsun x çıxılsın x0. Bu mötərizələri açıram. Olur mənim cavabım bu. Anladınız? Deməli, burada bucaq əmsalı dedik, f törəmə x0'dır. Aydındır mı? Bəli. Düsturu öyrənəksiniz, ha. Birinci sizə biraz çətin gələr. Düsturu
Öğrəndən sonra rahat olacaq. Və bir dənə böyük burada sizin səhifə açın. Diqqət yetirin. Nə dedik? Dedik fx funksiyasına x bərabərdir x0 nöqtəsində çəkilmiş toxunan necə yazılacaq? Y bərabərdir olacaq. Birinci, həmin funksiyada həmin nöqtəni hesablayacaqsınız. Sonra törəməsini tapacaqsınız. Həmin nöqtəni yerinə qoyacaqsınız. Vurulsun, x çıxılsın, x0 yazacaqsınız. Bax, buna deyəcəklər toxunanın tənliyi. Və burada bucaq əmsalından danışanda k-nı bərabər eləyəcək f törəmə x0. Uşaqlar, yazacaqsanlar, k bucaq əmsalı deyəndə, yəni nə mənada bucaq əmsalı deyirdilər ona? Niyə bucaq əmsalı deyirdilər? O bucaq dediyi harda gizlənirdi? Tangent alfa. Tangent alfa. Tangent alfa və bəsi də vardı da. Məsələn, bu qrafik belə çəkilmişdisə, biz deyirdik həmin o koordinat başlanğıcına falan fikir verirdik, çəkirdik. Bu OX oxundan nə edirdi? Kəskirdi. OX oxu ilə əmələ gətirdi, bucağın tangenti idi. Saat əqrəbinin hərəkətinin əksi istiqamətində. Uşaqlar, mikrofon kodunu alın. Deməli, bax, yadda saxlayın. İndi o qədər də biz şəkil falan çəkməyəcək. Diqqətli olun, toxunanın tənliyində nə edəcək? Birinci, bu düsturu öyrənəcək. Bu bir. İkinci, bizdən bucaq əmsalı istəyəndə, bucaq əmsalı nə olacaq? K. O da necə tapılacaq? F törəmə nə ilə? X0 ilə. Üçüncü, toxunanda bucaqdan danışanda biz əvvəldən bilirik K nədir? Tangent alfadır. Bu dərsdən də bilirik F törəmə X0'dır. Bax, bucaqdan danışanda bu bərabərlikdən istifadə edəcəyik. Tangesi nəyə bərabərləyəcək? Həmin bucağın tangesi törəməyə. Anladınız? Deməli, K F törəmə X0'dır. O da əvvəlki mövzularla, öyrəndiyimiz mövzularla baxırdıq. Nəyə bərabər idi? Tangent alfa. Ona görə biz ona bucaq əmsalı deyirdik.